Türkiyə siyasətində xüsusilə ana müxalifət düşərgəsində baş verən ciddi dəyişikliklər və Özgür Özəlin yeni partiya qurması 2028-ci il prezident seçkilərinə təsir edəcək yeni bir mərhələ açır. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri İlxan Şahinoğlu Teleqrafa müsahibəsində bildirib ki, CHP-nin 38-ci qurultayının ləğvindən sonra məcburi addım atan Özəl, Əkrəm İmamoğlu və ya Mənsur Yavaşın namizədliyi ilə Ərdoğana qarşı birləşməyə çalışır. Keçmiş sədr Kəmal Kılıçdaroğlu'nun müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılması Özgür Özəlin CHP-də legitimliyini şübhə altına alıb və nəticədə o öz tərəfdarları ilə partiyadan ayrılıb. Özgür Özəl əvvəlcədən CHP-dən imtina etsəydi, ona deyəcəkdilər ki, mübarizə aparmır. Onun belə bir niyyəti də olub. Sadəcə olaraq Özəl düşünürdü ki, yeni partiya yaratsa, Türkiyənin hazırki prezidenti Recep Tayyip Ərdoğanın yolunu təkrarlaya bilər. Necə ki, Ərdoğan o vaxt İrfah partiyasından, Nəcbəddin Ərbakandan ayrılıb Ədalət və İnkişaf partiyasını quraraq ilk seçkidə qələbə qazanmışdı. Özgür Özəl də fikirləşirdi ki, mən də bu yolu gedə bilərəm. Həm də Özəlin məqsədi o idi ki, CHP-nin sol ideologiyası fonunda onun yaratdığı yeni partiya başqa ideologiyaları da özünə cəlb edə bilər. Politoloq bildirib. O əlavə edib ki, hazırda Özgür Özəlin qarşısında duran əsas vəzifə 2028-ci ildə keçiriləcək prezident seçkilərinə yaxşı hazırlaşmaqdır. O bildirib ki, seçkilərdə iddialı olan iki namizəddən biri hazırda həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlu'dur. Onun sözlərinə görə İmamoğlu prezident seçkilərinə qədər həbsdən azad edilməsə, böyük ehtimalla Özgür Özəl Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın namizədliyini irəli sürəcək. Eyni zamanda Türkiyə cəmiyyətində Özəlin özünün də populyarlığının artdığını qeyd edən ekspert, sorğular müsbət göstərərsə, onun öz namizədliyinin irəli sürülməsi ehtimalının böyük olduğunu ifadə edib. Türkiyə cəmiyyətində hər zaman təklənən şəxsə böyük dəstək olduğunu bildirən politoloq vaxtilə Ərdoğanın da bənzər yoldan keçdiyini xatırladıb. O bildirib ki, Özəl də İndi partiyası əlindən alındığı və əsas namizədi həbsdə olduğu üçün təklənmiş durumdadır və bu vəziyyətdən istifadə etməyə çalışır. Onun sözlərinə görə, əgər onlar 2028-ci ilə qədər səhvlərə yol verməsələr, Ərdoğanla baş-başa mübarizə apara biləcəklər. Çünki məhz 47 ildən sonra Özgür Özəlin rəhbərliyi ilə CHP ilk dəfə olaraq bələdiyyə seçkilərində hakim partiyanı üstələmişdi. CHP-nin gələcək aqibətinə toxunan politoloq partiyanın faktiki olaraq tarixin arxivinə gömüldüyünü bəyan edib. O bildirib ki, Kəmal Kılıçdaroğlu'nun 13 illik dönəmdə qatıldığı bütün seçkilərdə partiyanın məğlub duruba salmasından sonra heç bir nəticə əldə etməsi mümkün deyil və o, kreslo uğrunda partiyasını dağıdıb. Onun sözlərinə görə Özəlin sədrliyi ilə qazanılan bələdiyyə qələbəsi onun Kılıçdaroğlu'ndan daha populyar lider olduğunu sübut edir.